Ermənistan indi də İranı qıcıqlandırır. Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədinə missiya göndərməsi regionda maraqların toqquşmasına gətirib çıxarıb. Bu azmış kimi missiyanın Ermənistandakı fəaliyyətinin də genişləndirildiyi planlaşdırılır. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının keşiş kənddə yeni qərargahının açılışında qrupun rəhbəri Markus Ritter çıxış edib. O missiyanın say tərkibinin artırıla biləcəyini bildirib. Ritterin sözlərinə görə müşahidəçilər Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyu fəaliyyət göstərə bilərlər. Bu isə rəsmi İrəvanın sərhədlərini əmanət etdiyi Rusiyalı hərbiçiləri Avropalılarla əvəz etməyə başladığını göstərir. Müşahidəçi adı ilə əslində kəşfiyyatçılardır. Sadəcə olaraq əllərində silah yoxdur. İndi Rus da olan yerə gəlib Avropalılar çıxacaqsa, baxaq, üstəlik ermənilərin də orada özlərinin hansısa bir hərbi bölmələri var. Yəni, qarşılıqlı bir vəziyyət yaradılır və qarşılıq vəziyyətdə mühafizə etibarlı olmur, əksinə olaraq zəifləyir. Ölkə hüdudlarını da özünün xaotik siyasətinin bir hissəsinə çevirməyə cəhd edən Paşinyan hökuməti şirin quyruğunu da tapdalamağa çalışır. Qərbi regiona gətirən Ermənistanın bu addımları rəsmi Tehranın gözündə qıcıq yaratmaya bilməz. İran açıq şəkildə qərb nümayəndələrin hamısının özünə qarşı düşman qüvvə kimi qəbul edir. Və inanmıram ki, bu məsələdə də Ermənistan üçün İran, belə deyək də, parmaq arası baxsın bu manevrlara. İran anlayır ki, onun dalıca Amerikalılar da gələ bilər. Təbii o qısqancla İranın bu manevrların qəbul edəcək. Havada rasıllığı ilə peik dövlətə çevrilən və hazırda Avropalı 93'lərin ümidinə qalan Ermənistan region ölkələrinin maraqlarını da tapdalayır. Görünən odur ki, rəsmi İrəvan özünü Cənubi Qafqazdan təcrid olunmuş vəziyyətdə saxlamaqda israrlıdır.